Zəhra yıxılıb, qulaq as, qulaq as. Hərə bir xatirə tərifləyib bu gecə. İmam Həsən deyək, mənim xatirəm bu idi. Nənəmi gözümün qabağında vurdu. Ümmə Kulsum uşaqdı, xatirəni o türkü gərək tərifləyənmədi. Dedi baba mən danışmayacağım. Yapışdı Əmir ağanın əlindən. Gətirdi qapıya yetişəndə dedi baba bax nənəmi burada vurdu. Nənəm ölməzdi mənim baisim ismar ol. Nənəm ölməzdi mənim baisim ismar ol. Bunları bile istiyor okuyam, istəyəm Kərbəla halı tapasan, ondan Aşura rozəsini okuyam sənə. Ümmə Kulsum da danışdı, Zeynəb, sənin xatırın yoxdur, dedi niyə? Dedi niyə dünənləri gecə, nənəm məni çağırdı, dedi kızım, nazım, Zeynəbim, dənə sənduqçəni açdı, onun içindən neçə dənə kəpən çıxartdı. Əvvəlincə kəpəni çıxartdı, dedi kızım bu mənim kəpənim. Bilirsən bunu hansı Zeynəbə, deydi o silində Zeynəbə. Zeynəbin ürəyi tutuldu, ikinci kəfəni çıxardanda Zeynəbin bədəni əsti. Yəni bu kimin kəfənidir, dedi bu da babon Əlinin kəfənidir. Zeynəb ağladı, dedi inşallah day bu sənduq sənin qapısın bağlar. Gördük bir dənə də kəfən çıxartdı. Zeynəb ağladı, nənəcəm bu kimin kəfənidir. Dedi kızım bu da kardeşin Həsənin kəfənidir. Bətər ağladı xanım, bura yetişəndə ay cavanlar gördü xanım qapısını bağladı. Zeynəb ürək aldı, dincəldi. Dedi Allaha çox şükür Hüseynim elə bil məndən qalmalı. Hüseynimə kəfən vermədi. Bir dəfə gördü xanım bir köynə çıxartdı. Dedi Zeynəb Hüseynimin kəfəni olmaz. Bu köynəyi özüm ona toxumuşam. Bu onun kəfəni olar. Amma Zeynəb hər zaman bunu səndən istədi. Mənim əvəzimdə balamın boğazımdan öpərsən. Mən olmaram. Xatirə təriflədi, səhv etmə, Hüseyin ayrıdır, kolli bəşər ayrı. Elə ki bunlar çəkildilər, bir də gördülər bizim ərbabımız. Əbi Abdullah yavaş yavaş gəlin, nənə cənazəsinə dərə. Əvvəl bir də yandı vardı nənənin cənazəsinə. Mən Hüseynə yumulan gözlərə qurbanəm ana. Üçlər qədər qərabətlərə qurbanəm ana. Mənə kölə taxiyan ətlərə qurbanəm. Nənə, əgər sağlığın kimi məni qucağıma almasın, əgər məni dindirib danışdırmasın, belə ağlaram, görəm mələklər yağlar. Ay bu gecə şanı qərib haline gələnlər, Əli deyim mən özüm Zəhranın kəfəni bağlamışdım. Bir dəfə gördüm Hüseyin ağlayanda, cənazəmi təlatimə gəldi. Zəhra olsun ay qolum qalbizdir. Gəl siləmə bana, gəl qol boynuna. Ay nənəsin çox istəyənlər, bu gecə güdündən özün əlindən öpür. Əyalımdan öpür, nə qədər vardı qədrim bilir, nə nədən olmaz. Nə nədən olmaz valla, utansam da bir şey bəhanələ. Utansam da bir şey bəhanələ. Hər qəminən keşkeş bir əlindən öp. Denən nənə hep bu əllərdən qalacaq torpaqlar altında nənə.
Bacıva dolan belə, bacıva dolan belə, bacıva dolan. Bacıva dolan belə. Ömrüm sənə qurban ay nələ. Əbi Abdullah'dan belə qol boyun oldular. Onlar Ali, Bilal fasile dedi Hüseyincan. Nenen demeyem qol boyun olma ama bir dənə qarşım var. Ağarmış zülfünə əlçək. Deməm ki susuna dəymə. Əlin öpsən sözüm yoxdur. Bəni bazısına dəymə. Sıxıb divara dərkisliyin. Sınav pəhlusuna dəymə. Nənə yaralıdır bana. Nənə yaralıdır bana. Yaralıdır bana. Ustad seyfinin yeri boş. Ustad seyfinin yeri boş. Sənə qurban olsun. Kol boyun oldular. Kol boyun oldular. Eşidip süz. İmam Hüseyin gördü Həsən üzündən öpüb nənəni. Zeynəb əlindən öpüb. Ümmə Kulsum qolundan gözündən öpüb. Neçə dəfə sizə oxumuşam. İmam Hüseyin tez dodaqların qoydu haram. Nənənin ayaqlarına. Hala o Kərbəlaylar məndən misafir olsun. Ya gülür öpüyəm. Ya gülür öpüyəm. Kərbəlaya tez gələsən. Hər kəs istəyir Kərbəla olan, bu cəm olan. Mən də orada hürəm, hal tapsın var. Ya gülür öpüyəm. Kərbəlaya tez gələsən. Demiyəm oğlum Əl-Əkbər öləndə gələsən. Qasimim qana batıb Əskər öləndə gələsən. Haçan gəlir. Mənə minnətdir. Mənə minnətdir. Əvvəl fəsli öləndə belim sınanda gələsən. Belim sınanda gələsən. Qağaz bunları dedi. Bunları deyəndən sonra Kərimcan baba, bunları deyəndən sonra bəxtəvər o adamların başına ey kaş at yazır. Ey kaş bu cəmaət bu izdiham qalmıyordur. Mən əqüzü öpərdim, gedənin əyini öpərdim. Vallah taş qalmayır. Çünki mən sizə söz oxuyacağım. Aşuriyacan siyahıda.